10-cu sinif 15 mart OTK suallarının ingilis dilinin izahı. Getdik. Deyir ki, birinci sualda bütöv, bölünməyən sözünün bizdən ingilis dilində mənasını istəyir. Bu da C variantı. Integrity, bütövlük, dürüstlük mənasına gəlir. Viewpoint, baxış açısı, agreement, razılıq, surface, settlement isə məskunlaşma deməkdir. 57-ci sualda isə zaman uzlaşmasıdır. Uşaqlar, while varsa davam edici zaman götürürük 99%. Ona görə də burada A, B və C variantı gedir. D və E variantı arasında qalırıq. Ondan sonra isə burada deyir ki, while she was waiting for the bus, she suddenly neynədi? Realize that, o birdən xatırladı ki, o sənədləri evdə qoyub. Uşaqlar, sənədləri evdə qoymağı xatırlamamışdan əvvəl də evə qoymuşdu. Yəni xatırladı ki, evdə qoyub. Bu keçmişdir. Sənədləri evdə qoymağı isə keçmişin keçmişidir. Keçmişin keçmişində isə biz keçmiş bitmiş zaman istifadə edirik. Yəni had left izah edirik. Səhv eləmirəmsə YouTube kanalında keçmiş zaman izahı var. Yoxdursa yaxın zamanda çəkərəm, ona da baxarsınız. Cavab D variantıdır. 58-ci sualda isə dən varsa bizə nə lazımdır? Müqayisə dərəcəsi lazımdır. Müqayisə dərəcəsi olaraq da biz nə edəcəyik? Easy yerə götürəcəyik. A variantındakı easy adi dərəcədir, C variantı zərfdir. E variantında isə easy morla düzəlmir, çünki tək hecalıdır. B variantda isə üstünlük dərəcəsindədir. Artıq cavabımız çıxdı. İkinci tərəfdə isə did faildir deyə bizə zərf lazımdır. Yəni easily D variantı. Tərcümə etmədən bu şəkildə tapırıq. 59-cu sualda isə 59-cu sualda bizə tərcümə lazımdır. Necə? Tərcümədən əvvəl bir ikinci tərəfə baxaq. Teori bilirsinizsə isimdir. Və biz bilirik ki, ancaq ismin aslı əvəzlikləri özündən sonra isim götürür. Məsələn, he-dən sonra heç vaxt isim gəlməz. Ondan sonra himdən sonra isim gəlməz. İkinci tərəfdə görürsünüz, burada B və E-də he, C-də him, D-də isə him yazıb. Təkcə ikinci tərəfdən cavab variant tapa bilərsiniz. Amma indi gəlin hamısını izah edək. Bir yadınızda saxlayın. Obyekt əvəzliklərindən sonra, məsələn, himdən əvvəl nə gələcək adətən? Feil gələcək. Burada da, yəni feildən sonra nə yazmalıyıq? Obyekt yazmalıyıq. O isə him yazılıb. İzah edirəm. Although many people didn't believe Einstein, deyir ki, çox insan Einstein inanmasa da, onun inkişaf elədiyi teori onu populyar etdi, dünyada populyar etdi. Cavab da bu şəkildə olur. Yəni, qısacası, teori isimdir deyə ondan əvvəl aslı his və buradakı made feili deyə ondan sonra him obyekt əvəzliyi gəlib. Burada isə he də isə zaten cümlə nə ilə başlayar? Şəxs əvəzliyi ilə başlayar. 60-cı sualda isə bizə positive case voice-a çevrilməyən istəyir. Baxırıq, bizə burada nəyi sualına cavab verən bir şey varsa çevrilir. Yoxdursa çevrilmir. Məsələn, she bought a small house. O balaca, ikincini oxuyuram. O balaca ev aldı. Aldı. Nəyi aldı? Evi aldı. Nəyi sualına cavab verə bilirəm? 4-də. Mother gave the baby small toy. Gave, verdi. Nəyi verdi? Balaca oyuncağı verdi. Burada isə live, yaşamaq, yaşayırdı nəyi deyə bilmirik axı. Ona görə biri götürürük, çevrilmir. Üçüncüdə isə cry, ağladı, nəyi ağladı deyə bilmirik axı. Ona görə 1 və 3 E variantını götürürük. 61-ci suala baxaq. 61-ci sualda bilirik ki, make və let-dən sonra nə gəlməlidir? Feil yalnızca gəlməlidir. Məstərsiz, heç bir şəkilsiz, filansız. Yəni, o məstərsiz feilin birinci formasında gəlməlidir. Ona görə də burada cavabımız A variantıdır. 62-ci sualda isə baxırıq. Samir və onun ailəsi 2 nəfərdir. 2 nəfərdirsə biz burada were istifadə edəcəyik. Birinci doğrudur. İkincidə isə the job of-dan əvvəlki the job ismi təkdədir deyə is götürürük. Bu da doğrudur. Üçüncüyə baxırıq. Üçüncüdə isə setting clear goals. Burada biz goals məqsədə fikir verib ar götürməməliyik. Baxırıq. Ayıncı var. Bu məstərdir. Yəni, aydın məqsədlər qoymaq nədir? Təkdir, düzdürmü? Ona görə nə edirik burada? Ar yox, iz götürməliydik. İz yazılmalıydı orada. Ayan birinci şəxs, her brother ikinci şəxs. Əgərlər iki şəxs varsa is making yox, are making olmalıydı. Bizdən də doğrular istəyir deyə 1-2 D variantını götürürük.
63-cü suala baxaq uşaqlar. Hə uşaqlar, bu sual hara getdim? Hə burdadır, bir dəqiqə. 63-cü sualda isə Hacı Zeynalabdin was person who built. Burada birinci bilir ki, sıra sahibi varsa D artiklı qoyacağıq. The first secular school for women in the East. Yəni ilk qızlar məktəbi tikən olub. Şərqdə, East şərqdə. Şərqdə, aha. Deməli, C, E və D variantını çıxırıq. İkinci tərəfdə D artikli olmalıdır. A və B-yə baxırıq. Uşaqlar, burada biz hansı insandan söhbət etdiyini bilirik. Düzdürmü? Hacı Zeynalabdin Tağıyevdən söhbət gedir. Müəyyəndirsə D artikli, müəyyənlik artiklini qoymalıyıq. Ona görə cavabımız A variantı olur. Introduce kiməsə bizə kiməsə özünü təqdim etmək, improve nəyisə daha yaxşı etmək, inkişaf elətdirmək, increase isə daha da böyütmək, bir şeyin böyütmək deməkdir. Yəni B, A, C, D variantı doğru variantdır. 65-ci suala baxaq. 65-ci sualda isə nəyə baxırıq? Bizdə burada but varsa ziddiyyət olmalıdır. A variantda deyir ki, Henne'nin çoxlu progreslər etsə də, təkrarlar etsə də, amma o hələ də bəzi misalları həll edə bilmirdi. Amma məsələn, burada çoxlu etsə də, çoxlu təkrar etsə də, çoxlusunu edə bilmirdi, deyə bilmirik. Çünki ziddiyyət yaranmır, ziddiyyət yaranmalıdır. Ona görə biri götürmürük, biraz öskürmək krizinə girdim. İkincisində isə make, burada baxın, İkinci niyə çıxırıq? Little var, amma burada problemin sonunda S var ikinci tərəfdə. İkincində ona görə çıxırıq. Dördü də ona görə çıxırıq. Muchla S istifadə oluna bilməz. Yəni, tərcüməsiz bu şəkildə tapa bilərsiniz. Cavab olur 1, 3, C variantı. 66-cı testə baxaq. 66-cı testdə bizdən positive case-də olan cümləni istəyir. Uşaqlar C, D və C, D-dəki bir də A-dakı apostrof S has'in apostrof S-idir. Has joined, has left, has decided. E-dəsi isə E-dəki apostrof S-i yəylik halının apostrof S-idir. Amma B-dəki isə the government's decision, yenə bu da yəylik haldır, amma ondan sonra to be üstəgəl ed var, was üstəgəl ed var, onu doğru götürürük. 67-də isə deyir ki, biz digərlərinə bu insanlar digərlərini onlar dəstəklədikləri üçün təşəkkür edirlər. A-da rude, kobud, D-də angry, əsəbi, E-də nervous, hirsli, yəni gərgin əsəbi belə deyim. C-də isə stupid, axmaq insanlar. Təbii ki, bunlar yox. Cavab B olacaq. Grateful, şükür etməyi bilən, minnətdar olan insanlar. 68-ci sualda isə deyir ki, you are on the wrong path. Sən səhv bir yoldasan. Sonu necə olacaq? Səhv bir yoldadırsa sonu be glad, məmnun ola bilməz. Sonda feel happy, xoşbəxt hiss edə bilməz. Ona görə 1 və 2. Be sorry, üzgün olacaqsan, peşman olacaqsan, regret isə rədd ediləcəksəndir. Ona görə 1-2 doğru variantdır. Keçək 69-cu suala. 69-cu sualda indi 69-cu sualın tərcüməsini oxuyuram sizə, diqqətlə qulaq asın. Dəqiq, ümid edirəm bu yuxarıdakı qayd etmə işarəsi başımıza belə olmuyordur. Nəysə. 69-da deyir ki, Bakıdan Parisə gedən 305 nömrəli reys gecikir. Yeni uçuş vaxtı bugün 16:30-dur. Sərnişinlər 12 nömrəli qapının yaxınlığında gözləyə və daha çox məlumat ala bilərlər. Səbrinizə görə təşəkkür edirik. Burada isə bizdən nə deyilir? A variantında deyir ki, əlavə məlumat verilməyəcək. Yox, əgərləri qapının yaxınlığında gözləsələr daha çox məlumat ala bilərlər. B-də isə deyir ki, 305 nömrəli reysin uçuşu sabaha qədər ləğv edilib. Xeyr, 16:30-da yenidən uçacaq. D variantda isə deyir ki, bildirişində 305 nömrəli uçuşun yeni uçuş vaxtının təyin olunduğu bildirilir. Aeroport bildirişində bəli, təyin olduğunu bildirilir. E-də isə deyir ki, 12-ci qapı gözləyən sərnişinlər üçün deyildir. Yox, burada deyir ki, 12-ci nömrəli qapının yanında gözləyin deyir. C-də isə deyir ki, Parisdən Bakıya 305 nömrəli reysin 16:30-da yol düşəcəyi bildirilir. Parisdən Bakıya yox, Bakıdan Parisə
Uşaqlar, ona görə də cavab nə olur? Cavab burada D variantı olur. 70-ci testə baxırıq. 70-ci testdə deyir ki, sabah saat 15:00-da 5-ci otaqda bütün işçilər üçün komanda iclası var. Yeni layihə haqqında danışacağıq. Zəhmət olmasa qeydlərinizi gətirin, gecikməyin. A variantında deyir ki, işçilər iclasda vaxtında olmalıdırlar. Bəli. Görüş sabahdan sonraki gün keçiriləcək. Xeyr, sabah keçiriləcək. C-də isə deyir ki, iclasda qeydlər icazə verilmir. Xeyr, deyir ki, qeyd dəftərlərinizi gətirin. D-də isə deyir ki, komanda iclası gələn həftəyə qədər təxirə salıb. Xeyr, sabah saat 15:00-da olacaq. Yeni layihələr gələn həftə müzakirə olunacaq. Xeyr, elə sabahki mitinqdə müzakirə olunacaq. 71-ci sualda isə deyir ki, gələn həftə sonu xüsusi çimərlik turu keçiriləcək. Qiymət adam başına $50-dır. Nəqliyyat və nahar daxildir. Zəhmət olmasa yerinizi şənbə gününə qədər sifariş edin. A variantında deyir ki, səyahət qiymətinə yalnız nəqliyyat daxildir. Xeyr, nahar da daxildir. B variantında deyir ki, həftə sonları rezervasiya edilməlidir. Amma burada isə nə deyir? Şənbə gününə qədər deyir. Şənbə günü və yaxud bazar günü demir. Yəni 6-cı gün və yaxud bazar günü demir. 6-cı günə kimi deyir. Ona görə B səhvdir. C-də isə deyir ki, özünüz üçün nahar gətirməlisiniz. Xeyr, verdiyiniz pula daxildir. D-də deyir ki, gələn ay xüsusi tur təşkil olunacaq. Gələn ay yox, gələn həftə. Ona görə burada variant E variantıdır. Hər bir şəxs tur üçün $50 ödəməlidir variantı doğru olur. İndi isə gəlin mətn suallarına keçək. Mətni ümid edirəm oxumusunuz. Mən sizə bir də mətni oxumayacağam. İndi isə 72-ci sualın izahını verirəm sizlər üçün. Deyir ki, what does the word sandwich mean? Deyir ki, sandviç sözü nə məna verirdi? Mətndə də bildirildiyi kimi they started after some time, the new way of eating being known as sandwich. The word sandwich means a type of food made with two slices of bread and some food in the middle. Deyir ki, sandviç sözünün mənası iki dilim çörəyin arasında ortasında bir neçə ərzağın olduğu yemək növüdür deyir. B variantında isə deyir ki, different food inside two slices of bread. İki çörəyin ortasında olan fərqli ərzaqlar deyim. Ona görə cavab B variantıdır. 73-cüdə deyir ki, Birləşmiş Krallıqlarda balaca sandviçlər necə olurdu? Burada deyir, small sandwich called tea sandwich. Çay sandviçləri tərcümə olunurdu və başqa burada nə məlumat verirdi? Deyir ki, in the are served with afternoon tea. Günorta çayı ilə servis edilirdi. Burada isə usually eaten during afternoon tea. Deyir ki, günorta çayı ərzində yeyilirdi və sandviç kimi, yəni çay sandviçlər kimi bilinirdi. Cavab 2-4 B variantı doğru variantdır. 74-cü suala keçirik. Mətn nə haqqındadır? Mətn təbii ki, sandviçin tarixi haqqındadır. 75-ci suala baxırıq. Bizdən səhv variantı istəyir. Səhv variant E variantıdır. Deyir ki, John Montagu Britaniyalı centlmen 19-cu əsrdə yaşamışdır. Xeyr, 19-cu əsrdə yox, 18-ci əsrdə yaşayıb. Bu da England in 18th century. Baxın mətnin 3-cü cümləsinə, orada 18 qeyd edilib, amma burada 19 verib. Ona görə cavab E variantıdır. 76-da isə deyir ki, doğru variant seçin. Nowadays, different types of sandwiches are known in the world. Bu günlərdə müxtəlif növ sandviçlər dünyada var, bilinir. 3-cüdə isə deyir ki, 20-ci əsrdə sandviçlər populyarlıq qazanmağa başlayıb. 1-3 doğrudur ki, baxa görə 2-4 niyə səhvdir? 2 ona görə səhvdir ki, mətndə deyilir ki, 2 mətndə bu cümləyə əsasən səhvdir. According to a popular story, around 1000
1762 he asked for meat between two pieces of bread. Burada bu cümleye əsasən səhvdir. Dördüncüdə isə the world's longest sandwich was no more than 700 meters long. 700 metr uzunluğundan uzun değildi, amma burada isə more than 700 yazır, amma orada isə no more than yazır. Ona görə o variant səhvdir. Listeningdə isə 9-cu siniflərlə eyni idi. Bəli, The Old City of Baku haqqındaydı. Bakının Bakının qədim şəhəri haqqındaydı. Ondan sonra 78-də isə İçəri şəhər xüsusilə tarixi, mədəniyyəti və gözəlliyi ilə bilinirdi və deyir ki, İçəri şəhərdən keçəndə onlar nə hiss edirdilər? They feel like they are traveling to the past. Keçmişə necə deyim? Keçmişi xatırlayırdılar, keçmişdə olduqlarını hiss edirdilər. Bir də isə The Old City, one of the most magnificent place in Azerbaijan, is also known as İçəri şəhər. Qədim şəhər Azərbaycanın möhtəşəm yerlərindən biridir. Həmçinin İçəri şəhər olaraq bilinir. Doğrudur. Üçüncüdə isə gecələr İçəri şəhərin işığı yananda isti və sehirli olur. Bu da doğrudur. Və ikinciyə baxırıq. İkidə isə deyir ki, yalnızca burada gəzənlər şəkil çəkib bu xüsusi atmosferdən həzz ala bilər. Xeyr, təkcə orada gəzənlər yox, yerli insanlar da. 4-də isə deyir ki, Qız Qalası və Şirvanşahlar Sarayı İçəri şəhərin çölündədir deyir. Çölündə yox, içərisindədir. Bir şey ki, bu adamın adı İçəri şəhərdir. Bu qədər uşaqlar, ümid edirəm sizə faydalı olubdu. Sağ olun, salamat qalın. 11-ci sinifin izahını da çəkmişəm. Gedib baxa bilərsiniz bu gün verilən buraxılışın. Zəhmət olmasa kanala abunə olmağı, like atmağı, paylaşmağı unutmayın. 7836 abunəm olmalıdır. Görək 7900 hətta 8000 ola bilirikmi?